Ama Babilos ne? Ha Babilos olur. Düzgün döyüşler getdi. Halbuki məsəl üçün biz silahı yerə qoymurduq. Cibimizdə çörək yeyə döyüşürdük. Və düzdür, hər bir şəhidin, Qaradağ şəhidlərinin hər birinin bir xatirəsi var. İndi onların hamısını danışsa saatlarla vaxt lazımdır. Elə oldu ki, məsəl üçün, axırıncı döyüşlərimdən deyirəm, son məqamlarından. Bax, bu idarədə Cavər müəllimin, Sovet sədri Cavər müəllim onun otağında, kabinetində ikinci mərtəbədən üzü o tərəfə döyüşəndə rəhmətli Əlqismət qəflətən gördü ki, erməni bölgən kolunun arxasından bizi qranatometdən vurmaq istəyir. Vurmaq istəyəndə rəhmətli Əlqismət gördü, qışqırdı, qranatomu yox, Föhrü zəmindən də Allah rəhmət edir, qəşəng döyüşçüdür, özü şəhid oldu, qəhrəmancasına döyüşürdü. Özümüzü pəncərədən və qapıdan tulladı çölə. Və atdı, Əlqismət ayağı büdürdü, yıxıldı və ona baxmayaraq, mən dözə bilmədim, uşaqlı dostumdur rəhmətli Əlqismət. Yaralandığına görə dözə bilmədim, özümü pəncərədən attım yerə və çölə. Ki, mən çöldə döyüşəcəm. Hara getdim, gördüm elə düşmənlərdir. Erməni yığdılar, bayevkilərdir, xaricdən də, nə bilim. Erməni az idi, çoxu bayev. Rus da var idi, Fars da var idi, nə bilim, Zənci də var idi, cürbəcür millətlər idi. Gəldim özümə mövqe tutdum, deyilən yerdə bu, üzr istəyirəm, bura odunxana olubdur. Haradasa bir 12 metr, 15 metr uzunluğu olubdur, qabağda pəncərə idi. Baxdı, bax, burada girdim, bura başladım, Norzəm vardı, qalxoz sədim, Pirkaba dedim, onu gətirdim yanıma, başladım buradan sağ-sol müdafiə eləməyə də idarənin. Düzdür, millət qəşəng döyüşürdü. İndi qıraqdan müdafiə edən olmazsa, məsələn, hər halda, məsəl üçün, indi hamı yaxşı başa düşür ki, müdafiə olmasa uzağı 3 saat, 2 saat da, məsələn, tab gətirə bilər. Mən də başladım buradan, həmən o dağılmış yerlər ki var, oralar, üzr istəyirəm, qarajlarımız olubdur, kəndin qarajları. Başladım Altronşinyan, nişan alaraq başladım oradan bir dənləməyə. Başladım, silahını vururdum, amma Altronşinyan istifadə edirdim, çalışdım bir dəqiq vurum ki, dəqiq vurum, yerimi bilməsinlər. Və elə oldu ki, xeyli döyüşəndən sonra gördüm, ermənilər gördüm, mümkün deyil. Bizdə o qalxoz tutarağı çəkmişdi, qalxozda bölgə olurdu. O tutarağını ambarı ələ keçmişlər. Tutarağını içdilər, keçdilər bizə içəndən sonra piyan vəziyyətdə hücuma keçdilər. Qaz balonlarına, PK ilə keçdilər hücuma. Həmin bu istiqamətdə o maşını saxladığım yerdən, o qaraj tərəfdən, buradan aşağıdan yol çıxırdı. Söyüd ağaçlar vardı. Onun yanından bir 50-60 dənə erməni keçdi hücuma. Hücuma keçəndə rəhmətli Əlqismət, əstəğfurullah, rəhmətli Telman və oradan Şahmurad əmi idi, kimlərsə, rəhmətli Səlvər idi. Qışqırdı ki, oradan qapıdan içəri girmək istəyirlər, qoyma. Mən də özümü gizlədə bilmədim, qoydum təzdən avtomatikaya, RPK pnevmat idi, 5.45 idi. Dizim qoydum yerə, verdim pnevmatın ağzına. Onlar unamadı ki, sağdan adam çıxa bilər. Başladım bunları, verdim pnevmatına. Qaçan qaçdı, ölən öldü. Orada 3 dənə tumma vardı. Telmanın bir də, nətərdim, maşını, Ural maşını vardı, məktəb maşını. Orada dayanmışdı. Gedilər maşının altına, bəzisi girdi. Tummalarına da başladı, elə rəhmətli Telman idi. Orada da kənd cəmaatımız idi.
Hüseyin buraya gel. Tamam, kamazsın sen. Oradan vurmağa o da tumbaların dalına gelenler. Ben de buradan bir ter vururdum. O güne başladı dövüşürdü. Gördüler ki mümkün değil. Ben girdiğim yere yerimi bilenden sonra bu arka taraftan Eşebelem'in evi var. Ama diye o uçuk diyorlar yarım çıkalı zaboru. O taraf istikametten geldiler Ermeniler doldular zaborun dalına. Oradan ben de burada dövüşürdüm. Rahmetli Selver idi. Orada Bakı'dan gelmişti. Aslan adı. Oradan kışkırdılar ki Şamura demiydi. Oradan kışkırdılar ki evet Porçikadan buraya. Bu hisseden balaca bir Porçika var idi. Bak burada zabor idi. Kubikler kalktı. Çöküp yaparlar. Gör olmuşlar. Porçikadan gördüm avtomatın yüzünü salıp çağırdı. Tez 2 tane gülle attım. Porçikadan Ermeni kaçtı. Bir tane onu bildim ki arkadan dedi Porçika granat. Deyəndə dedim aya sana bunlar Porçika granat atmak istiyorlar içeri. Rahmetli Abbasov Səlvər Allah rəhmət eləsin qəhrəmansızlıq döyüşçüydü. Mənə bir tane granat vermişti. Ben de o granatın zapağından çalıp ayırmıştım. Tez bağladım, çəkdim, çıktım çölə. Kapıdan çölə belə. Arkaya bak, tulladım arkaya bu granatı. Hardasa da bilmedim ölüb qalıb. Sonra içeriden cemaattan silah istedim. Da patron istedim. Dedim patron, orada da sağ olsunlar, Prastiniyada da bağlayırlar, Prastiniyada bana patron tulluyordular pencereden, 2. mertebeden. Dediler patron kurtarıptır, mümkün değil, özümüzde azdı. Ben de mecbur oldum ki, granat attığım yerde görüm Ermeni varsa, mesela yani de ölen Ermeni varsa, gelip üstünden bir tane patron götürüm. Neyse, patron götürüm Ermeni, öldürdüm Ermeni'si. Divarla sürtüne gittim. Gördüm ki 2 tane Ermeni'di. Biri inildi, biri ölürdü. Senin patronu üstünden patron götürüm. Birden ağlıma gelse bak, qıraqdan bəlkə mənim nişanlanan var, əyilmişdim. Elə başımı qaldım ki, güllə vurdu, dəydi çiynimlə. O anda deyim ki, bak bu üstündən, sonra da çiynimlə, qaçdım içeri. Onu demək istəyirəm ki, bak bu abidə ki var, abidəmiz. Ya bu bizim diyor, estağfurullah, Ermeni abidəsi. Ermeni ondan sübut edir ki, Qaradağlı son patronuna kimi döyüşübdür. Ama heç bir vaxtı da, bak bunu göstərir ki, Ermeni sübut edir ki, gör olmuşlar. 78 tane Ermeni abidəsini qurub. Yani burada ne kadar Ermeni öldürdü. Bizim Qaradağlı cemaatı, yani onu göstərir ki, axıra kimi döyüşübdür. Əslində bu Qaradağlıya qəhrəman adı düşür. Salatın Əsgərov rəhmətə getdi. Gedən günü bizim də qalxır səsi Sultan Bayramov vurdu. Həmən hələ rəhmətə getməyinə xəbər yox idi. Yaralıyı da Ağdam aparırdılar. Həmən qaytardılar geri. Onun qısasını yerdə qoymam olsun. Həmən bu yol var ki, yolda dalın qabağın kəsdiyi baba yol var. Xankəndinə gedən yolda masa ermənilər gəlirdi. Getdi yolun dalın qabağın kəsdi, o az bir yerdi. O dağı özün. Cemaat 6 tane Ermeni öldürdü. Hələ şəhidimizin, hələ xəbər yox idi, şəhid olubdur, rəhmətə gedibdir, Sultan Bayramov. Bir tane de kadın öldürdülər uşaqlar. O da ki, nəyə görə? Sultan, estağfurullah, Salatın Əsgərova görə də, məsəl üçün, ona görə öldürdülər ki. Hemen orada da məsəl üçün, üzr istəyirəm, Erməni biri çıxıb qaçmışdı, Eldar əmin maşınla qabağın kəsdə bir 20-30 nəfər idi. Deməm onun əlində də silah varmış. Camaat topa qabağın kəsəndə mən də arxa tərəfə keçdim, hərrəndim, gəldim, gördüm Erməni girib kolun içinə, da gözü ki camaatı qırsın. Ermənin də arxadan xəbəri yox idi. Rəhmətli atamın bıçaqçıyım dedi. Bıçağımı çıxartdım, yavaş-yavaş gəldim, tullanıb, gördüm avtomatın yüzünü çıxardı, camaatı qırma, tullanıb kürəyinin ortasına. Bıçağı vurdum, 2 tane bıçağı, avtomatın əlindən aldım, təzdən qırana çıxardı, atmağa, o qıransı da aldı. Yoksa 20-30 nəfərin həyatı məhv olmuşdu orada. Amma onu demək istəyirəm, özümdən çox danışmıram. Gör mənim kimi Qaradağlıda qəhrəmanlar nə qədərdir.